Aziz dostlar, 2023 belə bir Audi Q7 Premium Plus 2 motor 4 çəkən. Gördüyünüz ki, maşının çox gözəl rəngi var. Maşının ön hissəsində ciddi bir şey yoxdur. Sadəcə olaraq kapronları falan belə şeyləridir. Maşının gördüyünüz kimi sağ hissəsində heç bir zədəsi yoxdur. Maşın 70.000 dirhəm start qiymətidir. Gördüyünüz kimi maşının burada krılonun kantı lazım olacaq. Maşının arxa hissəsində belə bir yüngül qəzası var. Bufer dəyişilməlidir. Kapot da yəqin dəyişilməlidir. Maşının sol hissəsində gördüyünüz kimi bir zədəsi yoxdur. Sadəcə krılonun kantı lazımdır. Maşında 4 qapıda da açarsız daxil olma, kör nöqtənin sensoru, 360 dərəcə kamera, belə gözəl salonu var maşının. LED pribor, monitor, oturacaqların elektron idarə olunması, elektron əl əyləci, oturacaqların yaddaş paketi. Gördüyünüz kimi maşın içi çox gözəldir. Panorama lük. Bu da maşının vini dostlar, kimə maraqlıdırsa girib baxa bilər. Maşının çox gözəl qiyməti əldə etmək olar. Kimin əgər maraqlanırsa bizlə əlaqə saxlasın.